Astaranın Penser kəndində yerləşən bu bazar el arasında həftə bazarı adlanır. Bura Astaranın Ucqar dağ kəndlərindən və digər yaxın rayonlardan kənd təsərrüfatı məhsulları, müxtəlif ağartı növləri, o cümlədən bal, doşab, qoz fındıq və sair gətirib satırlar. Bazar əsasən günorta saatlarına dək fəaliyyət göstərir. Bura yaxın bölgələrdən alış-verişə gələnlər çoxdur. Hər yerdən bura mal almağa gəlir cəmaət. Keçən il çox ucuzluq idi, bu illəri biraz bahalıqdır. O da vəziyyətdən asılıdır. Çox çətindir, heyvan saxlamaq rahatdır. 20 baş heyvan saxlayıram. Onun məhsulunu gətirib burada satıram. Qiymətlər yağ 15 manata, pendir 7 manata, 6 manata, 5 manata da var. Keçən il ot da ucuz idi. Yağ 12 manat idi. Amma bu il hər şey bahalaşıb, yağ da olub 15 manat. Keçən il süt 1 manata idi. Amma indi 1 manat 50 qəpikdir. Litri. Bizim öz məhsulumuz mandalindir, sitrusdur. Limbu, mandalin, bunlar isə dağdan gətirirlər. Dağlar gətirir, alırıq 1000 manata, 20 qatıq üzrə çörək pulu qazanırıq. 30 ildir gəlirəm. Burada öz mallarımı satıb. Çiçək balı 20 manatdır. Meşə balı 35 manatadır. Gökə balı 30 manata. Qiymətlər elə eynidir. Alıcılar deyir ki, rayonun özündə yetişdirilib gətirilən kənd təsərrüfatı malları əsasən də subtropik meyvələr ucuz satılır. Amma kənardan gətirilən məhsullar isə nisbətən bahalıdır. Həftənin sonu gəlirik, 3 həftəlik yalverimizi eləyirik. Digər rayonlardan bura gələndə ucuzluğa görə gəlirlər. Yerli məhsulların ucuzluğuna görə. Burada da subtropik meyvələrdir əsasən. Balığı başqa bir yerdən alıram, məsələn 15-16 manat ədədini alıramsa, buradan 8 manat almışam. Məsələn, mənə qane eləyir. Bahalaşmaq bəzi şeylərdə var. Yenə dedim, ağartı məhsullarında var, məsələn, südlədir, qatıqdadır, pendirdədir, məsələn, yağdadır. Qeyd edək ki, həftə bazarının əsası 19-cu əsrdə qoyulub. Əvvəllər kəndin mərkəzində taxta dükanlarda fəaliyyət göstərən bazar 1960-cı ildən Penser kəndində çay ətrafında Astara-Bakı yolunun sağ tərəfinə köçürülüb.